Hər vaxtınız xeyir, dəyərli dostlar. Çox böyük üzüntü, kədər və sarsıntı içərisində Rusiya Federasiyasının Yekaterinburq şəhərində baş verən hadisələrə dair qısa fikirlərimi diqqətinizə çatdırıram. Bir neçə gün bundan əvvəl mən Şantaram əsərini tərcümə edirəm və sosial şəbəkə hesablarımda hissə-hissə yayımlayıram. Biz bu cür qəddar səhnələri əsərlərdə, romanlarda, filmlərdə görmüşük. İndi 21-ci əsrdir və Rusiya Federasiyası kimi bir dövlət ərazisində rəsmi dövlət orqanları tərəfindən bu cür addımların, bənzər addımların atılmasına mən ağlıma gətirə bilmirəm, inana bilmirəm. Bu insanların əksəriyyəti Rusiya vətəndaşlarıdır, uzun illər orada yaşayıblar, vergi ödəyiblər. Onların fəaliyyətindən dövlət orqanları təbii ki, xəbərdar olub. İndi onlar məhz Azərbaycanlı olduqları üçün Azərbaycan dövləti, Azərbaycan xalqı onların səsinə səs verir. Bu da təbii bir haldır. Mən əminəm ki, dünyanın istənilən bir nöqtəsində ruslara qarşı belə addım atılsa, Rusiya dövləti də eyni adekvat reaksiyanı göstərəcək. Və bu, bilirsiniz ki, Rusiya və Azərbaycan arasında qeyd etmək istəyirəm, bunu vurğulamaq istəyirəm. Uzun müddətli tərəfdaşlıq əlaqələri var. Bu addım ilk növbədə həmin münasibətlərə ciddi zərbədir. Bu addım hüquq adına çox böyük deyək, zərbədir. Mən həmişə qanunşünaslıq və hüquqşünaslıq anlayışlarını fərqləndirirəm. Amma burada hüququ bir tərəfə qoyaq. Heç bir qanunda belə bir müddəa yoxdur ki, şübhəli şəxslərə qarşı bu cür amansız rəftar eləyəsən və yaxud qanunun hər hansı müddəasını da bu cür şərh etmək mümkün deyil. Bu, eyni zamanda dövlət, ədalət anlayışlarına çox ciddi bir zərbədir. Mən indi hüquq fənnini tədris edən müəllim və professor həyatının vəziyyətini də düşünürəm. Tələbələr suallar versələr, nə cavab veriləcək? Necə izah olunacaq bu hadisələr? Artıq Rusiyada yaşayan Azərbaycanlılar, Azərbaycanda yaşayan ruslar da etiraz bildirirlər. Hətta Azərbaycanda yaşayan Rusiya yönümlülüyü ilə tanınan bir sıra insanların da etiraz səsləri ucalır. Keşkə bu olmasaydı, nə lüzum var, nə ehtiyac vardı bilmirəm. Əgər insanlar cinayət törədibsə, hətta belə ən ağır cinayətləri törədiblərsə, belə onlarla Cinayət Prosessual Məcəllənin iddiaları əsasında davranmaq olardı. Bir daha belə hadisələrin təkrarlanmaması ümidi ilə.